Salam dostlar, bugünkü videoda isti döşəmə daçıqını quraşdırmaq barəsilə sizlə bölüşmək istəyirəm. Yəni, gördüyünüz kimi bu naqili texnologiyadır. Daçıqı divarda olacaq bir başlıqda olacaq daşqana içində, betonun içində. Betona birləşdirməsi, adi birləşmə deyəndə ki, naqilin çəkilməsi adi köklü polun içindən aparılır. Yasama problem olanda bunu rahat şəkildə değişimi olsun. Bir başlığında gördüyünüz ki, yüksək gərginlik kabelin başlığından istifadə edəcəm, misdən. Bunun üstünlük cəhəti odur ki, istilik köçürmə qabiliyyəti yüksəkdir. Bunu da bir başlığı bağlayacağım isti döşəmə borunun başına bu formada. İzolentlə də bunu belə sıxacağım və bu şəkildə qalacaq betonun içində. Və bu 90% düzgün məlumatı ötürəcək sizin termometr tənzimləyiciyə, termodaçika, belə bir yolları deyirlər. Onunla da siz rahat şəkildə termodaçik vasitəsilə öz polunuzu idarə edə biləcəksiniz. Bunun bir başlığı gedir kollektora. Termostatın bir başlığı gedir kollektora. Zəhmət olmasa kollektorla ölçək.